kimliyindən asılı olmayaraq sizin dininizə namaz, oruc, qadınların çarşafı kimi heç kəs müdaxilə edə bilməz. Heç kəs sizi dindən, Allah Teala'dan uzaqlaşdıra bilməz. Kimsə sizi dindən uzaqlaşdırmağa çalışırsa, sizin onu özünüzdən, həyatınızdan uzaqlaşdırmağınız lazımdır. Onunla məsafəli davranmağınız lazımdır. Mümkündürsə, həyatınızdan çıxardacaqsınız o şəxsi. Kimsə Allah Teala ilə sizin aranıza girmək istəyirsə, sizi dindən uzaqlaşdırmağa çalışırsa, güclü olmalısınız, sözünüzü deməlisiniz. Bu məsələdə qətiyyən bir müsəlman zəif ola bilməz, özünü zəif görsədə bilməz. Siz özünüzü zəif görsətsəz, onlar daha da sizə mənfi müdaxilə edəcək. Olmaz belə. Olmaz, güclü olun və onlar görsün ki, siz dininizdən geri dönmürsünüz, taviz vermirsiniz, güclüsünüz. Siz güclü olsaz, onlar görəcəklər ki, siz çəkinmirsiniz və məcbur nə edəcəklər? Geri çəkiləcəklər, susacaqlar. Amma siz özünüzü zəif görsətsəz, onlar daha da sizə baskı edəcəklər, mənfi baskı. Günümüzdə xoşa gəlməz hadisələr baş verir. Müsəlmanlar güclü olmalıdır. Bu dinin qalib gəlməsi üçün güclü olmalıyıq, çalışmalıyıq.